Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Çoxdandır video çəkməmişdim güllərimi. İstədim güllərimi çəkəm. Bu ətirşahdır. Orada hərəkdən bu tərəfə köçürmüşəm. Həm də ətirşah biraz boyu uzananda, indi görmüşəm gül satanlar onu buduyurlar. Yəni onda nətər lobiya belə lobiya ağac basırırlar böyrünə ki, lobiya sarmanır ağaca. Bu çox yekələnəndə elə eybəcər olur da, yəni çox düz qalmır, yıxılır, eləyir. Belə yaxşı göyçək qalmaq üçün gərək bunu tez-tez budayasan böyür başından. Mən də buna görə bu il budadım. İndi təzədən bunlar da diriliklər, bunlar kəpənəklərdir. Orada böyüklər o tərəfdədir. Bunu keçən basırmışdım. Bunu da indi ayırmışam basırmağa. Yəni qabda döyük, böyük qabda döyük, balaca qaldı. Yəni böyründən çıxartmışam, yüzdərildi, çıxardı şeydən sonra böyük qaba basırasıyam. Bu belə. Bunlar keçən il suya aparmışdı, bu il bunlar təzə basırmışam. Bunlar da yəni özlərinə gəliblər, tutublar özlərini. Güllərimin çoxsunu keçən il şaxta yandırmışdı. Bu şeflera böyük idi, biraz böyümüşdü. Sarı yarpaqlısından idi. Xarab olmuşdu, bir il təzədən olur. Bu məndəki şefleranın balaca budağı idi, çıxartdım. Axır ki bu dirildi. Zorla da olsa dirildi. Bu halı yaxşı qaldı. Biraz başqalarını suya aparmışdı, düzəltmişim. Bunu hansı ki qallarım boş idi, bundan artırmışam. Bu bigoniyadır. Orada qallarım boş qaldı deyin artırdım. Bunların hansını təzə basırmışam bu il. Bunun adını təzə örgənmişəm. Bu çiçək açır, amma bu il məndə hələ açmadı. Belə böyür başını uşaqda yandırdı. Bunun əvvəldən yaxşı qalırdı. Bu il nəsə çox xarab oldu. Bir geriyə içmişəm adını təzəlikcə. Bu da həmin o güldəndir. Bunlar sukulent daşdı, qutardı. Sonra bunlar da ki bu kurdələdəndir. Oradakı əksinə bu böyük idi. O balaca idi. İndi o böyük qalıb. Bunlar qurumuşdu kökləri, təzə cücərlər. Bunlar da ilan kaktuslar daşdılar, qutardılar. Bunlar da buz çöçəyidir. Bu da madəlidir. Bunu da bu il təzə basırmışdım. Yerənlər də nə yaxşı qalıb. Yerənləri hamısı açmışdı da, qutardı da. Bunlar zəfərançistlərdir. Bunlar da açıqlar. Sonra amarantistlər daşdılar, qutardılar orada. Sonra bu da yenə girandır. Bu zəfərançistlərdir. Bunlar buz çiçəyini çoxlaşdırdım bu il ilə. Hamısı da açıqlar. Bunlar da aloydu. Sonra bu da girandır. Buradakiler kəpənək güllərinin böyükləridir. Sonra bu da sarmaşıq kimi belə bir güldür. Bu da açır. Balaca sarı çiçəklər açıq qutarıqlar. Bu da kəpənəkdir. Sonra giranlardır, kəpənəklərdir. Onlar da kaktuslardır. İlan kaktus açdı. O qurselər hələ çox tumurcuğu yoxdur. Keçən çox açdı onlar. Bu tərəfdə gün çox düşürdü. Burada ağacın altına yığmışam. Bir dənəsində hələ təzə var. Yəqin ki açar. İndi mən çəkirəm lantanamı. Lantananın bu il budaqlarının ucunu çox kəsdim, tökdüm. Qəşəkləşdilər. Rapda açıqlar hamısı. Sonra bu ana ürəyidir. O da suya aparmışdı. Təzə cücərifdir. Böyükləyib, qəşəng olub. Bu da kaktusun bir nevidir. Hələ bundan heç görməmişəm. Vapşı çiçək açan. Orada da sukulentlərdir, girandır. Sonra yenə də girandır. Sonra amaralis daşdı, qutardı. Bunlar giranlardır. Qutarmayıbdır. Bunlar hələ də aça-aça durur. Bu şefleranın balacasıdır. Elə bir böyük bu da. Sonra bu da şefleranın elə budağıdır. Bunlar kaktus nevləridir. Bu da şefleranın böyük hissəsidir. Sonra buradakı yenə pul gülləridir. Sonra bu da həmin o sarmaşıqdandır. Giranlar. Sonra buna da Bergeriya deyirdilər bu. Bu da açdı, qutardı. Bu jasmin idi, açdı, qutardı. Sukulentdir. Mən əsas çəkdiyim maldili belə aloydu. Xrizantemadır, maldilidir. Bir dənə bu çiçək heç vaxt açmayıb. Böyükdür də. Maşallah hər ildən elə
arta durur. Böyründən hələ qırıq təzə basırıram da, yenə də ki açmıyor çiçək. Qızıl gülləri də qurt yeyib yarpaqlarını, hələ də çiçəkləri var. Bu da lilya kimi yerdə açan zambaqlardır. Onun da yeri sıx olduğu üçün bil tumurcuqları az olubdu, açasıdır. Əsas mən gətirib çəkmək istəyirdim bugün. Gülləri çox çəkmişəm. Maldilinin çiçəklərini. Bu maldilinin çiçəkləri açılıb gör nə qədər də açasıdır. Bu əgər bu meyvələri qızarmış kimi olsa, qızaranda deyirlər o şəkərin dərmanıdır. Ona görə istədim çəkəm. Oradan da bir ucu açıbdır. Dünən görmüşdüm onu. Büyün ikisi alıb açıb. Dünən bir açıb. Bircə gün qalır axşama qədər. Bu kaktusun evlərini yəqin ki hamı bilir. Çiçək bircə gün qalır başında. Büyün açırlar, axşama yumulurlar. Səhər yoxdur. Demək olar ki soldu. Ona görə gördüm axşam açıqdır. Dedim bir dənə video çəkək. Bax bu mənim maldillərin çiçəkləridir. Bunlardakı yenə girandır, qavadır. Onu bir balaca qavdan böyüyə keçirdim, böyükdür. Yenə də ki dibindən çıxanlar da yenə də böyük əmələ gəldilər. Bax bu da bizim güllərimiz əsas Maldilinlə lantananın çiçəyini istəyirdim çəkəm göstərəm, onu da çəkdim. Bax lantana belə bir budaqları böyük idi, ucları quruyan kimi olurdu yaza dönəndə. Bunların hamısını kəsdim, təzədən yarpaqladı. Təzədən yarpaqları təzədən pöhrələdi, yarpaqları da böyükdür, qəşəkdir. Bax belə bu gözəlliklərdən hər kəsə arzulayıram. Allah hər bir evə, eşiyə xoş günlər, gözəl günlər qismət eləsin. Gözəlliklərlə sizi baş-başa qoyuram. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.